bizə belə bir sual verilib. Sualda nə deyir? 4578-in kvadratı üstə gəlinsin 1876 üstü 12. Mötərizə bağla vurulsun 48769. Bax, bu ifadənin cavabının 5-ə bölünməsindən alınan qalığı bizdən soruşur. 5-ə bölünməsindən alınan qalıq. Mən neyniyim? Götürüm bunu kvadrata yüksəldim. Bunu 12 dəfə öz-özünə vurum. Görün, nə boyda ədəd alınacaq. Sonra da toplayım, pilusda buna vurum. Və cavabı götürüm 5-ə bölüm ki, sonda 5-ə bölünmədən alınan qalıq nə olacaq? Xeyr. Yadımızda saxlamalı olduğumuz şey nədir? Biz bilməliyik ki, bölmə əlamətlərin, o 2-yə bölmə, 3-ə bölmə, 4-ə, 5-ə bölmə var idi. Həmin əlamətlərdən biz qalığın tapılmasında istifadə edə bilərik. Necə istifadə edə bilərik? 5-ə bölmədən söhbət gedirsə, 5-ə böləndə qalığı istəyir axı. Biz 5-ə bölünmə əlamətini bilməliyik. 5-ə bölünmə əlamətində nə deyirdi? Ədədin son rəqəmi. Əgər 0 ya da 5 olarsa, o ədəd 5-ə nə edir? Qalıqsız bölünür. Onda belə çıxır ki, ədədin sonunda 0 ya da 5 deyilsə, o ədəd 5-ə bölünməyəcək. Bəli. Hal-hazırda bu ədədin sonunda nə durub? 8. Onda belə çıxır ki, bu ədədin 5-ə bölünməsindən alınan qalığı tapmaq üçün təkcə 8-i 5-ə bölməyim kifayətdir. Bax, təkcə 8-i 5-ə bölməyim kifayətdir. 8-i 5-ə böləndə nə eləyir? 3. Deməli, bax, bu ədədi 5-ə böləndə qalıq qalacaq 3. Onda mən nə edirəm? Yazıram 3 üstü 2. Mənə qalıq lazımdır. Qalan heç nə lazım deyil. Üstə gəlinsin. Bu ədədin 5-ə bölünməsindən alınan qalıq. Bunun sonu 6-dır. 6-nı 5-ə böləndə qalıq nə qalır? 1. Düzdürmü? Burada yazıram 1. 1-in üzərində də 12. Vurulsun. Bəs bu ədədin 5-ə bölünməsindən alınan qalığı nə müəyyən edir? Bunun sonuncu rəqəmi. Sonuncu rəqəmi nədir? 9-dur. 9-un 5-ə bölünməsindən alınan qalıq nədir? 4-dür. Onda deməli bu ədədi də 5-ə böləndə qalıq nə qalır? 4. Düzdür? Tamam. Burada heç bir problem yoxdur. Yəqin ki, siz də məndən razısınız. Bu ifadəni hesablamaq, bunu hesablamaqla kifayət qədər asandır. Düzdürmü? Bəli, müəllim dediyinizi hiss edirəm. 3 üstü 2 nə eləyir? 9. Üstə gəlinsin. 1 üstü 12 nə eləyir? 1. Vurulsun 4. Bərabərdir. 9-un üstə 1 gələndə olur 10. 10-u da 4-ə vuranda cavab eləyir 40. Hə, deməli bu ədədi 5-ə böləndə cavab 40 düşür. Qətiyyən, elə səhv eləmək olmaz. Əgər 5-ə bölünmədən söhbət gedirsə, qalıq heç vaxt 5-dən böyük bir şey alına bilməz. Ondan da ki, burada 40 almısansa, bu aldığın cavab əgər 5-dən böyükdirsə, təzədən bunu da 5-ə böləcəksən. Qalıq nə düşəcəksə odur. Mən də görürəm ki, 45-ə tam bölünür. 45-ə tam bölünür, deməli qalıq düşmür. Yəni, bu hesab əməlini yerinə yetirəndən sonra alacağın ədədi də 5-ə böləndə qalıq qalmayacaqdır. Qalıq olacaqdır 0. Yəni, qalıq yoxdur, tam bölünür.